yanvar ayından biridir ki, bizi bu il mötəbər bir yarış gözləyir. Qeyd eləyərdim ki, Avropa Yeniyetmələrin Olimpiya Festivalı biz ilk dəfədir ki, burada iştirak edəcəyik və biz bunu əsas tutaraq yanvar ayından bu yarışa güclü hazırlıqlar başlamışıq. Qeyd eləyərdim ki, 3 dəfə təlim məşq toplanışları eləmişik. Hədəf bu yarışı tutaraq bu yarışa hazırlaşmaq məqsədilədir. Bildiyiniz kimi Olimpiya çəkiləri 5 çəkidir, ancaq bizdə 10 çəkidir. Biz bu 10 çəkinin içindən 5 dənə ən yaxşı idmançılarımızı seçib 5 oğlan, 3 qız idmançısına iştirak edəcəyik. Və ona görə biz o seçdiyimiz idmançıları həm Türkiyə Open turnirində iştirak edib, orada 3 qızıl qazanıb, 3 qızıl, bir gümüş, bir bürünc və bu yaxınlarda Bolqarıstanda keçirilən Prezident Cup turnirində iştirak elədik. Prezident Cup turniri deyərdim ki, Avropa qitə çempionatlarından sonra ən yüksək yarışlardan biridir. Və biz bu yarışda 10 idmançısına iştirak edib, bir qızıl, 2 bürünc medal qazandıq. Mən qeyd eləmək istəyərdim ki, bizim bu hazırlıqlarımız, beynəlxalq turnirdə iştirak eləməyimiz göstərilən dəstəyə görə, şəraitə görə Azərbaycan Taekwondo Federasiyasına təşəkkürümü bildirirəm. Çünki çox yüksək səviyyədə hazırlaşırıq. Komanda olaraq çox yaxşı hazırlaşırıq. İnşallah hamı əlindən gələni orada eləyər. Azərbaycanın bayrağını orada dalğalandırarıq, himnimizi səsləndirərik. İnanırıq ki, Taekwondo millisi qızıl medallarla qayıdacaq Bakıya. Birinci yarışımız Türkiyədə keçirilən Antalyanın Türk Şopen yarışı idi. Orada 5 döyüş keçərək qızıl medal qazandım. Müəllimlərin dəstəyi, müəllimlərin motivasiyası və verdikləri taktika ilə onların dediklərini etdim və çempion oldum. Cavadzadə Xuraman, yeniyetmələr arasında Avropa ikincisiyəm. 6-7 yaşımdan məşğul oluram, 8 il olar ki, məşğulam taekwondo ilə. Məşqlərimiz çox yaxşıdır, çox inamlı və həvəslik. Mənim əsas rəqiblərim Türkiyə, Fransa, İspaniyada olan rəqiblərim olacaq. Qarşıdakı yarışda və Avropa çempionatında uğurlu nəticə verməyi qarşıma məqsəd kimi qoymuşam.